Əlimdə 30 qərənfil, azad dilimdə 30 sağlıq, 30 xəbərim var sizə. Öncə xəbər verim ki, 30 il qabaq bu torpağa səpilən tuburcuq canlarınızın, tökülən hər damla qanınızın üstündə azad, müstəqil bir ölkə cücərib. Azərbaycan, yer üzündə tayı bərabəri yoxdur. Dünyanın hər yerindən, hər dilindən, hər dinindən seyrinə qonaqlar gəlir. Sizləri ziyarət edib, ruhunuza salavat çevirib, halallıq alıb, sonra bu yurdun duz çörəyini kəsirlər. Xəbəriniz olsun ki, 11-ci Qızıl Ordu yoxdur daha. 20 yanvar meydanı, 20 yanvar metrosu var. Metrodan çıxanda daha başınızı qaldıra bilərsiniz. Güllə dəyməyəcək sizə, güllər səpiləcək üstünüzə. Xəbəriniz olsun, hər il yanvarın 20-si, qışın oğlan çağında qərənfil yağışı yağır ölkəmizə. Hər il İlhamla Fərizənin toy günü, sevgililər günü kimi əziz tutulur. Təzə evlənənlər ilk xeyir dualarını onlardan alır. Eşitdim, Larisa gəlin köçüb, İlqar ailə qurub, xoşbəxt olsunlar. Görürsünüz, orada sizin toy büsatınız üçün necə şəhidlər sarayı ucaldılıb. Ocağı həmişə yanır. Başının üstündə də 3 rəngli bayrağımız. Xəbəriniz olsun, sizin adınıza küçələr, məktəblər, meydanlar qoyulub. Hər ilin ilk ayı sizin adınızı daşıyır. Yanvar şəhidləri. Xəbəriniz varmı? Bu yolu siz saldınız, yanvar şəhidləri. Mübariz İbrahimov xəbər verməmiş olmaz sizə. Xalqımız and içib, bütün torpaqlarımız azad olunmayana qədər hər iliniz, hər ayınız, hər gününüz belə şəhid günü olacaq. İlk güllədən, ilk gündən günlərinizi yazan Rafiq Səməndər. Ad gününüz mübarək olsun.